Hər kəsə salam. Writing paketimizi çıxarandan sonra çoxlu istəklər üzərinə listening və reading paketi də sizin üçün açdım. Deməli, bu paket 11-ci siniflərə aiddir. Əgər ki 9-cu siniflər alıb bunun qapalı suallarını işləmək istəyirsə, listening və readingin ala bilərsiniz. Amma yəni onu bilin ki, 11-ci siniflərə aid olan bütün məlumatlar burada paylaşılacaqdır. Ümumiyyətlə, bu paket kimlər üçündür? Bazanız yoxdursa, özgüvəniniz yoxdursa, nə edirsiniz eləyin, yəni reading, listening artmırsa, alınmırsa sizdə və lüğət bazanızda azdırsa, nə edəcəyinizi bilmirsə, bu paket sizin üçündür. Ümumiyyətlə, onu sizin üçün qeyd edeyim ki, soruşanlar çox olur. Dərslər onlayndırmı, yoxsa əyanidirmi? Mən Amerikada yaşaram və mənim ümumiyyətlə heç bir əyani dərsim yoxdur. Mənim bütün dərslərim, bütün xidmətlərimin hər biri onlayn bir şəkildədir. Həmin bu paketi listening ayrıca satılır bu arada. Reading isə ayrıca satılır. İndi birazdan o hissəyə də toxunacağım. Bir içəriğini izah edeyim. Hazır videolardır. Yəni mənimlə birlikdə birə-bir dərsə girmirsiniz. Hazır videolar atmışam. Birə-bir sizə lazım olacaq hər bir incəliyinə toxunduğum, hər bir şeyin izahını verdiyim videolardır. Telegram kanalındadır. Bəzi insanlar bizdən istəyir ki, biz bunu WhatsApp-da paylaşaq. Bunu edə bilmərik. Çünki Telegramda bizim restricted qrupumuz var. Yəni ki, oradan kənara bizim materiallarımız çıxa bilmir. Heç kəsə göndərə bilmir. Oradan əsas ala bilmirsiniz. Yəni tamamilə biz əminik ki, bizim məhsullarımız oradan kənara çıxmayacaq. Ona görə də Telegramdadır bizim həmin bu paketimiz. Yəni başqa bir yerə köçürülməsi qeyri-mümkündür. Hökmən Telegramınız olmalıdır bu şəkildə. Yəni bir ay vaxtınız qalıb, hər gün listening, reading işləmək üçün sizin materiallarınız olacaqdır. Hər bir saat tək-tək izah olacaqdır. Tam imtahan formatı olacaq, kənara çıxan heç bir şey olmayacaq. Bir də onu sizin üçün qeyd edeyim ki, mənim listening və readinglərim imtahana düşür. Bunu yəni bilin. Bilmirsinizsə gedin Instagramıma baxın. Görəcəksiniz ki, orada nə formatda olubdur. Toplu istifadə eləyəcəyik, düşmüş suallar istifadə eləyəcəyik, əlavə vəsait və materiallar istifadə eləyəcəyik. Bayaqlar dedim, bazən yoxdursa, özgüvən yoxdursa, nə edirsən elə alınmırsa, bir də onu deyim ki, mənim fərqi yoxdur. 1-2 sual yazırsan, 2-3 sual yazırsan, yəni mənim vecimə deyil, nə qədər yazırsan yaz. Yəni bu qrupda əgər ki, dediklərimi birə-bir əldə əməl etsən, sənin üçün kömək olacaq bir qrupdadır. Bir aya nəticən qalxacaq. 2-3 sual yazırsansa, ola bilər ki, 4-5-ə qaldıra bilərsən. Ola bilsin 6 sualın 6-sını yaza bilərsən. Etmiş uşaqlar var, yəni bir aya nəticə qaldırmış uşaqlar var. Özünüzə güvənirsinizsə, yəni bilirsinizsə ki, siz bu videoların hər birinə baxacaqsınız disiplinli bir şəkildə. Əlbəttə ki, gəlin və əldə etmək üçün burada verilən nömrə ilə əlaqə saxlamalısınız. Menecerə yazırsınız və menecer sizə hər bir şeydə kömək eləyir. Yeməklər haqqında isə gəlin danışaq. Mən bayaqlar dediyim kimi, bizim həmdəki writing paketimiz var. Bayaqlar dedim ki, bu 11-ci siniflər üçündür. Bizim listeningimiz, readingimiz sadəcə olaraq 11-lər üçündür. Amma mənim həm də writing paketim var. Həm 9-lar üçündür, həm 11-lər üçündür. Buraxılışa kimlər hazırlaşırsa, cümlə qurmağa kimlər öyrənirsə, onlar üçündür. Yeməklər haqqında danışaq. Bilirsiniz ki, mənim WhatsApp və Telegram kanallarım var və həmin kanallardan gələnlərə onların linkini bu videonun aşağılarında qoyacağım. Həmin o Telegram kanallarımdan gələnlərə indi qatılsanız endirmə əldə etmirsiniz. Əvvəldə mənim WhatsApp və Telegram kanalımda varsınızsa, yəni bu videodan sonra gedib qatılırsınızsa, nəzərə alınmırsınız siz. Əgər ki, çoxdan mənim WhatsApp və Telegram kanallarımdan varsınızsa, sizə listening paketlərim, həm də ki 9-cu siniflər üçün olan writing paketi fərqi yoxdur, qiyməti eynidir. 20 manat olacaqdır sizə. Deyək ki, mənim WhatsApp və Telegram kanalımdan gələn şəxslər 2 dənəsini almaq istəyir. Məsələn, listening-lə reading almaq istəyir, 30 manat ödəyəcək ikisi birlikdə, yəni 40 manat ödəməyəcək. Ya da ki, fərqi yoxdur. Deyək ki, bəlkə listening-lə writing almaq istəyirsiniz, yəni 40 ödəmirsiniz, 30 manat ödəmiş olursunuz. Fərqi yoxdur, hər hansısa ikisini alırsınızsa, yəni 30 manat ödəyirsiniz. Üçün birlikdə almaq istəyirsinizsə 50 manat ödəyirsiniz. Yəni 60 manat yox, 50 manat ödəyirsiniz. Çünki cəmi 60 manat eləyir də. Yox, əgər deyək ki, siz mənim kənardan gəlirsiniz. Yəni YouTube-dan, Instagram-dan, TikTok-dan, başqa platformalarımdan gəlirsiniz. O zaman siz həmin bu listening 20 manata yox, 27 manata əldə edirsiniz. Reading paketimi 27 manata, writing paketimi də yenə də 27 manata əldə edirsiniz. Deyək ki, siz mənim WhatsApp və Telegram kanalımdan yox, nə bilim YouTube-dan, Instagram-dan, TikTok-dan filan gəlmişsiniz. Yəni kənardan gəlmiş şəxslərsiniz. Deməli, ikisini alanda
Bu 54 manat edir, amma siz 54 manata yox, 42 manata alırsınız. Fərqi yoxdur hər hansı ikisi. Məsəl üçün listening-lə writing bəlkə reading-lə writing alırsınız falan. Yəni heç bir fərqi yoxdur. İkisini alırsınızsa 42 manat ödəmiş olacaqsınız, 54 yoxdur. Ki üçünü birlikdə alırsınız. Üçünü birlikdə səhv etmirəm 81 manat edir. 87 manat edir deyəsən hətta. 81 elirmiş. Kalkulyator istifadə elədim. 81 manat elirmiş. 81 yox, 70 manata bunu əldə eləmiş olursunuz. Ümid edirəm ki, qiymətlər sizin üçün aydın oldu. Məncə hər şey aydın şəkildə izah etdim. Writing paketim haqqında bu videoda danışmadım. Çünki o haqda əvvəlki videoda danışmışam. Yəni ilk dəfə writing paketi çıxartmışdım. Sevildi və çox istənildi ki, reading listening qrupları açdım. Gəlin, yararlanın buradan bu şəkildə. Məncə artıq hər hansı bir suala ehtiyac qalmadı. Əldə eləmək üçün menecerə yazmalı olacaqsınız. Bu qədər. Belə. Sağ olun, özünüzə yaxşı baxın.